Bismillahirrahmanirrahim. Rabbi şrahli sadri ve yessirli emri ve ahlul ugdeten min lisani yefkahu kavli. Mehriban ve bağışlayan Allah'ın adıyla bugün Zuha suresinin tefsirine başlayalım. Zuha suresi hakkında önceki dersimizde kısaca olarak məlumat verdik ve surenin mühtevası hakkında müəyyən açıqlamaları nəzərinizə çatdırdıq. Bu suremizin əvvəlində biz nur və zülmət ilə bağlı olan iki andla qarşılaşırıq. İlk olarak Allah Teala belə buyurur. Bismillahirrahmanirrahim. Vadduha. And olsun güneşin doğmasına ve aydın gündüze. Sonraki ayemiz وَاللَّيْلِ اِذَا سَجَى. And olsun sakitleşmekte ve her yeri bürümekte olan geceye. Burada iki böyük nimete, nur ve zülmete, ışıq ve qaranlığa, gündüz ve geceye and içildi. Burada bu meselelerin o kadar əhəmiyyəti vardı ki, günlərlə danışılsa qurtarmaz. Önceki ayələrimizdə bu məsələyə toxunduğumuza görə bu iki kəlmə haqqında çox danışmıram və bunlar barəsində verilən lüğəvi mənasını nəzərinizə çatdırıram. Əsas məqsədimiz isə ayədən başqa şeydir. O məsələlərə toxunmaq istəyirəm. Ayədə istifadə olunan Zuha sözü həmçinin surəmizin adı da bu kəlmə ilə başlayır. İlk növbədə bu kəlmənin özü barəsində məlumat vermək istərdim. Zuha sözü günün əvvəlinə, yəni günəşin doğaraq hər tərəfi öz nuruna qərq etdiyi zamanı bildirir. Bu zamanlar bəzən də bu zamanları insanın cavanlıq dövrünə bənzədirlər. İnsanın həyatı üçün bu saatlar, bu anlar çox önəmlidir. Günəşimizin də ən yaxşı, ən gözəl vaxtı elə bu vaxtlardır. Allah Teala özü də bu mövzuya, bu məsələyə görə bunu and içmişdir. Bir növbədə söylədiyim kimi gənclik, cavanlıq dövrü, yəni həyatın başlanğıcı necə günəşin doğması ilə başlayır, insanın da başlanması, həyatının başlanması, mənalı həyatının başlanması həmin o cavanlıq dövrü ilə olur. Bu zamanda insan həm ruh, həm cismi baxımından bir çox şeylərə malikdir, bir çox şeyləri yerinə yetirə bilər. O istedad, o günəşin nuru, o Allahın bəxş etdiyi, o təbiətə yaydığı cənnət havaları o sübh çağından sonra yer üzündədir. Bizim ruhumuz və cismimiz bunları tez qavraya bilir, yaxşı götürür və müəyyən məsələlərdə irəliləyə bilir. Ona görə hədislərimizdə var ki, bu zamanlardan yaxşı istifadə edin. Ayədə digər istifadə olunan kəlməmiz səcadır. Səca kəlməsi. Səca kəlməsi nədir? Səca sözü sucu kökündəndir. Sucu. Sucu. Həqiqətdə sükunət və aramlıq və yaxud örtmək və qaranlığın çökməsi mənalarında işlədilmişdir. Məqsəd nədir? Yəni, وَاللَّيْلِ اِذَا سَجَى. Ayədə də buyurulduğu kimi, axşam öz aramlığın çökdüyü və hər şeyin üzərinə öz örtdüyünü çəkdiyi zaman. Yəni, Allah Teala bu zamana and içir. Bu zamana niyə and içir? Məlum məsələdir ki, böyük əhəmiyyəti var, ona görə and içir. Gecənin əhəmiyyəti haqqında, gündüzün günəş şüasının əhəmiyyəti haqqında Nəbə surəsində açıqlamalar verildiyi üçün yenə də xatırlayaram ki, o məsələyə geniş surətdə toxunmuruq. Sadəcə olaraq
azca, qısaca olaraq bir yeni baxışla bu məsələyə toxunmaq istərdim. Gecədə əhəmiyyət daşıyan məsələ bildiyimiz kimi onda olan aramlıq və sakitlikdir. İnsanlar psixoloji baxımdan, ruhu baxımdan gecə aramlıq tapırlar. Onda olan aramlığa görə, onda olan sakitliyə görə insanlar sabahki işləri üçün yeni planlar dizirlər. Təmiz beyinlə istirahətdən sonra sabah nə görəcəkləri üçün yeni planlar dizirlər. Təsəvvür edin, bütün günlərimiz gecə yaxud gündüz olsa, insan bütün günləri qarışdırar. Həmin gecənin rahatlığını əldən verər, gündüzün fəaliyyətin əldən verər, bilməz hansı nə zaman eləsin. Bu səbəbdən də belə dəyərli olduğu üçün ona görə də ki, zərurət tapmışdır ki, Allah Teala buna and etsin. Bu məsələyə görə Allah Teala'mız da gecəyə and içərək onun əhəmiyyətini bizə çatdırır. Bir mənada gündüz vəhyin Peyğəmbərimizin mübarək qəlbinə nazil olması vaxtıdır. Gecə isə Peyğəmbərimiz Allah ilə xəlvətə çəkilir. Bir mənada vəhyin müvəqqəti olaraq kəsilir. Bəzən gecələr də vəhy olub, amma ümumilikdə gündüz olduğu üçün bu məsələ ola bilər, belə xatırlanır, belə nəzərə çarpılır. Yəni, Peyğəmbərimiz bu günlərindən səmərəli istifadə edirdi. Həm gündüzdən, həm gecədən. Hər ikisində Allahla birbaşa əlaqədə, birbaşa rabitədə idi. Ona görə də insanın həyatında qaçınmaz olduğu üçün Allah Teala bu məsələlərə and etmişdir. Bu iki andın ardından öz nəticə olaraq öz bəhsimizə gəlirik. Bu məsələyə toxunmaq istəyirik ki, Allah Teala bu andı nə üçün içmişdi? İki bir mühüm məsələyə toxunandan sonra Allah Teala belə buyurur. Ma vadda'aka rabbuka və ma qala. Ey Muhammed, Rabbin səni tərk etməmiş və səni acığı tutmamış. Və səni acığı tutmamışdır. Burada nə demək istəyir? Niyə görə Allah Teala belə buyurur? Söylədiyimiz kimi ayənin şə'nin nüzulu, yəni nazil olma səbəblərində açıqladığımız kimi müvəqqəti olaraq vəhiy nazil olmayanda, ayə Allah tərəfindən nazil olmayanda ərəb müşrikləri Peyğəmbərimizə etiraz olaraq deyirlər, sən nə cür Peyğəmbərsən, vəhiy nazil olmur. Əgər həqiqi olaraq Allah Teala tərəfindən sən məmur olmuşsansa, Peyğəmbər seçilmişsənsə, vəhiy davamlı olaraq sənə nazil olmalıdır, ayə nazil olmalıdır və bunlar kəsilməməlidir. Və müşriklər də, düşmənlər də bu iddianı edirdilər ki, Allah səni tərk edib, Məhəmmədin Allah onu tərk edib, başlı başına buraxıb və ona acığı tutub. Allah Teala onlara cavab olaraq bu ayədə demək istəyir ki, ey mənim Rəsulum, mən səni tərk etməmişəm, mənim sənə acığım da tutmayıb. Ayədə istifadə olunan bir neçə kəlmə var, onları da qısaca olaraq nəzərinizə çatdırıb. Vəddəə sözü danışığı kəsmək və vidalaşma mənasını verir. Qəla sözü isə kin və qəzəbin şiddətli formasını çatdırır. Bunlar demək istəyirdi ki, Allah Teala səninlə tamamilə danışığı kəsdi və səninlə vidalaşdı, səni başlı başına buraxdı. Bu ayə onu çatdırmaq istəyir. Cavabında Allah Teala özü düşmənlərə buyurur. Bu ayəmiz Peyğəmbərə təsəlli verir. Deyir, ey Peyğəmbər, əgər müəyyən məsləhət səbəbi ilə bir zamanlar vəhiy kəsilirsə, sənə ayənin, surənin nazil olması dayanırsa, yaxud bəzən təxirə düşürsə, bunlar düşmənlərin dediyi kimi deyil. Biz səni başlı başına buraxmamışıq, sənə qəzəb etməmişik, biz səni tərk etməmişik. Bunlar Allahın bəzi hikmət və məsələlərinə görədir. Onu bilməlisən ki, sən daima Allahın lütfü və mərhəmətindəsən. Sən onun xüsusi himayəsindəsən. Sən onların dediyinə baxma, onların dediyi sözlərə fikir vermə. Ayənin ardınca belə buyurur.
vələl-axirətu xayrun ləkə minəl-ula. Və şübhəsiz, axirət sənin üçün dünyadan daha xeyirlidir. Burada nəyi demək istəyir? Burada bizə çatdırmaq istəyir ki, Peyğəmbərin ömrünün başlanğıcı və sonuna işarədir. Bəzi təfsirçilər bu ayənin Peyğəmbərin həyatının başlanğıcı və sonuna işarə olduğunu bildirmişlər. Qiyamət, yəni axirət bu da Peyğəmbərin həyatının sonu, əlbəttə dünyəvi həyatının sonu, dünya isə onun həyatının başlanğıcı deməkdir. Burada Allah Teala öz Peyğəmbərimizə bir çox nemətlər ata etmişdir. Yəni, ayədə məqsəd Peyğəmbərin gələcəkdə müvəffəqiyyət əldə etməsidir. Yəni, mən sənə axirəti verirəm, axirət dünyadan üstündür. Bu ayə bizə nələr çatdırmaq istəyir? Çatdırmaq istəyir ki, ey Peyğəmbər, bir çox nemətlər sənə mən bəxş etmişəm. Onlardan biri də budur ki, sənə gələcəkdə böyük-böyük müvəffəqiyyətlər verəcəyəm. Sən düşmənlərə qələbə çalacaqsan. Bilirsiniz ki, düşmənlər üzərində qələbə çalmaq, İslam dinini həqiqi olaraq dünyaya yaymaq özü böyük nimətdir. Burada Allah Teala Peyğəmbərimizə bu məsələləri xatırlatmaq istəyir ki, dünya sənin üçün o qədər də əhəmiyyətli deyil. Müəyyən mənada dünya xeyirləri olacaq, doğrudur. Amma əsas məqsəd axirətdir. Axirətdə böyük-böyük məsələlərə nail olacaqsan. Sən bu dünyada ən böyük nemətlər qazanmısan. Şirk və bütpərəstliyin kökünü kəsmisən. Bəziləri bu məsələyə işarə olundu, onu deyirlər. Əlbəttə, hər təfsirin özünə uyğun yeri vardır. Əsas məqsəd odur ki, bu söylədiyim 4 ayədən Allah Teala bizə çatdırmaq istəyir ki, biz səni tək qoymamışıq. Sənə müxtəlif nemətlər vermişik. Öncəki bəhslərimizdə bu barədə açıqlarımız olacaq ki, Allahın Məhəmməd Peyğəmbər üçün saydığı və onun üçün dəyərli bildiyi məsələlər nədir? Öncəki ayələrdə bunların hamısına toxunulacaq. Burada isə ilk olaraq o 2 andın əhəmiyyəti haqqında danışdıq və bundan sonra o surənin nə üçün, niyə görə, hansı məqamda nazil olmasını xatırlatdıq və son nəticə olaraq bunu xatırlatmaq istəyir ki, Allah Teala, ey Peyğəmbər, sən müşriklərin sözünə baxma. Onların sənin üçün vurduğu tənələrə inanma. Həmişə bizim nəzərimizdəsən, həmişə bizim diqqətimizdəsən. Keçən dəfəyə kimi açıqladığım söhbəti burada da sona yetirmək istəyirəm ki, həmin kəlmələrin təkrarı ilə sən bəşəriyyət aləmi üçün rəhmətsən, sən insaniyyət zirvəsisən, sən əbədi Qur'an sahibisən, sən özündən öncəki peyğəmbərlərin ismətinə və hamısından ən böyük əxlaqa, ən böyük şərəfə maliksən. Sən elə fikirləşmə, sən təksən. Allah Teala həmişə səninlədir və sənin arxanda durmuşdur. O kafirlər, o müşriklər peşman olsunlar ki, onların arxasında durub himayə edənləri yoxdur. Ey Rəsulum, sənin ən üstün himayəçin bizik. Bu mövzu ilə, bu mətləblə söhbətimi sona yetirirəm. Növbəti dərslərimizdə, növbəti bəhslərimizdə görüşmək ümidi ilə sizləri Allaha tapşırıram. Assalamu aleykum və rəhmətullahi və barakatuh.